Mən Sabirabad rayonunun Qalağayın kəndində yaşayan Cümşüdova Xalidə Əlniyaz qızı. Mən Sabirabad rayonunun mərkəzi xəstəxanasına 2023-cü ildə işə qəbul olunmuşam. Xəstə baxıcısı kimi qəbul olmuşam. Yəni kiçik tibb bacısı, xəstələrə qulluqçu. Biraz işləmişdim ki, böyük tibb bacısı Sima xanım məni yanına otağa çağıraraq dedi ki, mənə əvvəl hamı işə girəndə 400 manat pul verir, sən də verməlisən. Mən əvvəl dedim verərəm Sima xanım. Sonraki işçilərdən soruşdum, heç kim dedi vermə, vəziyyətin ağırdır, sən pul verməlidir, biz verməmişik, sən də vermə. Sima xanıma deyəndə ki, mən pul verməyəcəm, Sima xanım mənə çox ağır, kobud şəkildə dedi ki, səni qoymayacam işləməyə, işləyə bilməyəcəksən. Qoymayacam burada qalıb işləyəsən. Mən yenə də öz işimə davam elədim. Amma gördüklərim məni çox dəhşətə gətirdi. Sabirabad rayon mərkəzi xəstəxanasında dəhşətli dərəcədə rüşvətxorluq baş alıb gedir, quldurluq baş alıb gedir. Deməli, xəstələrin pastelləri bir vəziyyətdədir ki, matrasları qaldırırsınız, hamısının telləri çıxıb, orada xəstələr yatır. Buna tədbir görən yoxdur, buna baxan yoxdur. Mən götürdüm ki, bu işin üstündən sonra Həsən Hüseynov məni çağırıb ki, təhqir sözlər eləyəndən sonra ki, mən götürdüm bütün orqanlara, cənab prezidentimə, qurban olduğum Mehriban xanım, analar anasına, ombudsmana, baş prokurorluğa ki, bunlardan şikayət ərizəsi yazdım. Sima xanımdan, Humay xanımdan, təsərrüfat bacısı vardı, Humay xanım. Bunlardan şikayət eləyəndən sonra ki, məni İnsan Resurslar Şöbəsinin müdürü Vüqar müəllim məni otağına çağırdı ki, yazdığın şikayətləri arxaya götür. Dedim, götürməyəcəm deyəndə məni bu şəkildə vurdu. Xahiş edirəm, buna tədbir görülsün. Məni bu vəziyyətə saldı, mən də anayam, mən də qadınam. Sabirabad rayon mərkəzi xəstəxanasında rüşvətxorluq baş alıb gedir. Həsən Hüseynov qanunsuz hərəkətlərə yol verir. Göz yumur, haqsızlıqlara göz yumur. Mən Sabirabad rayon mərkəzi xəstəxanasından Həsən Hüseynovdan şikayətimi yenə də davam eləməkdən dedim, görüm nə dedilər mənə, nə elədilər. Girdim, Araz müəllim məni qəbul elədi. Araz müəllim mənə deyir ki, burada nə var ki, yeyinti idi də, ödədilər, yeyilmişdi, yeyilənlər ödəndi. Dedim, ay müşrik müəllim, bəs nə danışırsınız siz, dediyinizi qulağınız duyurmu ki, bəs 1 milyon nə qədər dövlətimdən oğurluq eləyiblər, nə danışırsınız siz? Dövlətə ziyan vurublar. Bu Həsən Hüseynov bunları göz yumub. Deyir, Həsən Hüseynov orada bir rol oynamır. Dedim, necə yəni rol oynamır? Axı bu rəhbərdir orada. Cənab prezidentim, təbib nazirliyi bunu qoyub ora ki, onda göz yumsun bu şeylərə. Mən xahiş elədim yenə də müşrik müəllimdən ki, yaxşı, deyirsiniz, yeyintilər ödənilib. Bəs mən vurulmam nə oldu? Mən vurulmuşam Vüqar tərəfindən. İnsan Resurslar Şöbəsinin müdürü idi Vüqar. Məni vurub, burun hissəmdən xəsarət almışam, vurub məni. Bəs buna nə deyirsiniz? Deyir ki, vaxtında ekspertiziyanın kağızını almamışsınız. Mən də dedim ki, ay müşrik müəllim, əgər almamışdımsa, mən niyə demirdiniz ki, get ekspertiziyadan kağız al, gətirmiş? Xahiş eləyirəm, artıq dərəcədə Sabirabad rayonunun mərkəzi xəstəxanasında öz başınalıq baş alıb gedir. Buna tədbir görün. Bu özü baxın, bu özü bir cinayət törədiblər. Baxın, buna göz yummaq mı olar? Mənim himayəmdə 2 az yaşlı uşağım var, qayımlığımdadırlar. Sizdən xahiş edirəm, Sabirabad rayon mərkəzi xəstəxanasına tədbir görülsün. Rəddumda ana ölümləri baş alıb gedir, uşaq ölümləri baş alıb gedir. Ana ölümündə qatildir Həsən Hüseynov. Xahiş edirəm, ana ölümündə, uşaq ölümündə qatildir, baş alıb gedir. Xahiş edirəm, baxın bu Sabirabad rayon mərkəzi xəstəxanasına. Yenə də sizdən xahiş edirəm. Cənab prezidentim, cənab İlham Əliyev, Azərbaycanın 1-ci xanımı, Mehriban xanım, analar anası, harayım sizə çatsın. Xahiş edirəm sizdən, qurban olum sizə. Nə olar, buna göz yummaq olmaz.